Salam, hər vaxtınız xeyir yoldaşlar. Bugün sizlərlə elektron imza və elektron sənəd haqqında qanunla tanış olacağıq. Dərsi iki hissədən ibarət edəcək, yəni iki hissəli video çəkəcək sizin üçün. Diqqətlə qulaq asırsınız. Vacib mövzulardan biridir. Nəyə görə bu mövzu mənə vacibdir? Ona görə ki, bu mövzudan ən azı bir 3-4 sual imtahanda ünvanlanacaq və artıq elektron imza və elektron sənəd haqqında qanun əvvəlki kimi müəyyən hissələr yox, bütün qanun imtahanda sizə ünvanlanır, yəni proqrama əlavə olunur. Diqqətlə qulaq asırsınız. İlk olaraq danışaq qanun məqsədindən, qanunun təyinatından. Qanun nəyi tənzimləyir? Buradan marker götürək. Bu qanun, yəni elektron imza və elektron sənəd haqqında Azərbaycan Respublikası qanunu, elektron imzanın və elektron sənədin istifadəsinin, onların elektron sənəd dövriyyəsinin tətbiqinin təşkilati hüquqi əsaslarını və əlaqədar subyektlərin hüquqlarını müəyyən edir. Həmçinin aralarında yaranan münasibətləri tənzimləyir. Qanunda istifadə olunan əsas anlayışlarla tanış olacağıq. Əsas anlayışlar nədir yoldaşlar? Əsas anlayışlar mövzuda istifadə olunan terminlərin izahıdır. Hansı ki biz birinci maddədə elektron imza nədir, cüzləndirilmiş imza nədir, elektron sənəd nədir, göndərən kimdir, alan kimdir, dövriyyə vasitəsi kimdir, dövriyyə vasitəsi kimdir, bu kimi anlayışların şərhinə baxacağıq ki, mövzunun digər hissələrində bu anlayışlarla tanış olanda artıq bunlar bizdə sual varıq qalmaz. Verilənlər nədir yoldaşlar? İnformasiya texnologiyalar vasitələrinin emal edilməyə yararlı olan informasiyalar. Verilənlər daşıyıcısı nədir? Həmin bu verilənlərin daşıyıcısı verilənlərin saxlanılmasıdır. İstifadəsi üçün təyin edilmiş maddi obyekt hesab olunur verilənlər daşıyıcısı. Məlumat bildirişi nədir? Məlumatın verilənlər daşıyıcısında yazılmış şəkli hesab olunur məlumat bildirişi. Elektron imza nədir? Digər verilənə əlavə edilən, onlarla məntiqi əlaqəli olan və imza sahibini identikləşdirməyə imkan verən verilənlərdir. Digər verilənə əlavə edilir, sənədə əlavə edilir. O ilə məntiqi əlaqəsi olur. Sənəd mənim adımadır, mənim imzam əlavə olunur. Sənin adına sənin imzan əlavə olunur. Onunla məntiqi əlaqəsi budur və imza sahibini identikləşdirməyə imkan verir. İdentifikləşdirmək nə deməkdir yoldaşlar? Identification sözündən götürülüb, mənası fərdiləşdirmə, eyniləşdirmə deməkdir. Orada QR kodlar ki var, hansı ki kodlar və yaxud da ki kriptoqraflar, onları oxudanda mənim haqqımda məlumatlar çıxır. Gücləndirilmiş imza nədir? İmza sahibinin nəzarəti altında olan, elektron imza vasitəsilə yaradılan və yalnız imza sahibinə məxsus olmaqla onu identikləşdirən, əlaqəli olduğu məlumat bildirişinin bütövlüyünü, dəyişilməzliyini, təhrif olunmadığını, saxtalaşdırılmadığını müəyyən etməyə imkan verən elektron imza formasıdır. Elektron imza sahibi nədir? Öz adından və ya qanunvericiliyə nəzərdə tutulmuş qaydada ona səlahiyyət vermiş şəxs adından çıxış edən fiziki şəxs hesab olunur elektron imza sahibi. Elektron imza vasitələri, elektron imza yaradılması, yoxlanılması, eləcə də imza yaratma, yoxlanılma məlumatları yaratmaq üçün istifadə edilən proqram və texniki vasitələr hesab olunur elektron imza vasitələri. Elektron imza yaratma məlumatları nədir? Elektron imza yaratmaq üçün istifadə edilən və ancaq imza sahibinə bəlli olan, yəni yalnız ona aid olan kod və ya kriptoqrafik açardan ibarət təkrar olunmaz bir verilənlərdir. Yəni, bunun təkrarı olunur. Hər kəs üçün xüsusiləşdirilmiş formada olur, ayrı formada olur. Elektron imzanın yoxlanması məlumatları nədir? Bəs elektron imzanın həqqini yoxlamaq üçün istifadə edilən kod, kriptoqrafik açardan ibarət olan və elektron imza yaratma məlumatlarına uyğun təkrar olunmaz bir verilənlərdir. Elektron imzanın həqiqiliyi nədir? Elektron imzanın yoxlanma məlumatları vasitəsilə yoxlanılan elektron imza sahibinə məxsus olmasını, imzanın əlaqəli olduğu məlumat bildirişinin bütövlüyünü, dəyişdirilmədiyini və təhrif edilmədiyinin təsdiqi hesab olunur elektron imzanın həqiqiliyi adından məlumdur. Sertifikat nədir? Çox görəcək bu anlayışı, sertifikat anlayışını. İmza sahibini identikləşdirmək üçün nəzərdə tutulan və elektron imzanı yoxlamaq məlumatlarının imza sahibinə məxsus olması barədə sertifikat xidmətləri mərkəzinin verdiyi kağız və yaxud da ki, elektron sənəddir. Təkmil sertifikat dedikdə nə nəzərdə tutulur yoldaşlar? Təkmil sertifikat akkreditə edilmiş sertifikat xidmət mərkəzləri tərəfindən gücləndirilmiş elektron imza yoxlanma məlumatları barəsində verilən sertifikatdır. Sertifikat xidmətləri mərkəzi, qanunda mərkəz adlandıracaq artıq biz bunu, elektron imza üçün sertifikat verən
və imzaların istifadəsi üzrə qanunda müəyyən edilmiş digər xidmətlər göstərən hüquqi şəxs və ya hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətinə məşğul olan hər hansı bir fiziki şəxsdir. Akkreditə edilmiş sertifikat xidmətləri mərkəzi nədir? Bəs təkmil sertifikat vermək hüququ müvafiq icra hakimiyyəti orqanı tərəfindən şəhadətnamə ilə təsdiq edilmiş sertifikat xidmətləri mərkəzi nəzərdə tutulur. Elektron sənəd nədir? Elektron formada, eləcə də mətn, səs, görüntü və adi formasında saxlanılan bir kontentdir. Elektron sənəd dövriyyəsi nədir? İnformasiya sistemində elektron sənədin nizamlanmış hərəkəti ilə bağlı informasiya prosesidir. Nizamlanmış hərəkətdən yadda saxlaya bilərsiniz. Nizamlanmış hərəkət nə deməkdir? Mən ünvanlayıram sənədi, deyək ki, sizə, bu sənəd sizə gedir. Başqa bir şəxsə ünvanlanmır. Bu nizamlanmış hərəkətdir. Göndərən, alan, dövriyyə vasitəçisi və s. Elektron sənəd dövriyyəsi vasitələri nədir? Elektron sənəd dövriyyəsində istifadə olunan proqramlar, texniki vasitələr və texnologiyalardır. Bir də var elektron sənəd dövriyyə vasitəçisi. Dövriyyə vasitəçisi kimdir yoldaşlar? Dövriyyə vasitəçisinə gəlin baxaq sizlərlə. Elektron sənəd dövriyyə vasitəçisi isə göndərən və alan arasında dövriyyə xidmətini göstərən fiziki və yaxud da hüquqi şəxs hesab olunacaq. Deməli, dövriyyə vasitələri, proqram, texniki vasitə və texnologiyalar, hansı ki, sənəd dövriyyəsində istifadə olunan, dövriyyə vasitəçisi isə göndərən və alan arasında dövriyyə subyektini həyata keçirən fiziki və yaxud da hüquqi şəxs nəzərdə tutulur. Sertifikatlaşdırılmış elektron imza vasitələri nədir? Müəyyən olunmuş tələblərə uyğunluğu sertifikatlaşdırılmış qaydalara əsasında təsdiq edilmiş elektron imza vasitələridir. Sertifikatlaşdırılmış elektron sənəd dövriyyəsi vasitələri nədir? Müəyyən olunmuş tələblərə uyğunluğu sertifikatlaşdırma qaydasında təsdiq edilmiş elektron sənəd dövriyyəsidir. Bu elektron imza vasitəsidir. Elektron imza vasitəsi. Bu elektron sənəd dövriyyəsidir. Diqqətli olsun. Elektron sənədi göndərən var, alan var. Elektron sənəd dövriyyə vasitəsi istisna olmaqla, özü tərəfindən və ya adından elektron sənəd göndərilən fiziki və yaxud hüquqi şəxsdir. Elektron sənədi alan isə dövriyyəsi vasitəçisi istisna olmaqla, elektron sənədin ünvanlandığı fiziki və yaxud da hüquqi şəxsdir. Dövriyyə vasitəçisi bildik kimdir? Elektron sənədin həqqiliyi nədir? Elektron imzanın həqqinin yoxlanılması yolu ilə elektron sənədin tamlığını və ya bütövlüyünü təsdiq edilməsidir. Tamlığı dedikdə burada rekvizitlər var, onları vurğulayacağıq. Hansı rekvizitlər nələrdir? Bütövlüyü də ki, yəni ötürülmə zamanı ola bilər, hansısa bir texnik xətalar ola bilər, təriflər ola bilər. Bu təriflərin olmaması ilə bağlıdır. Korporativ informasiya sistemi anlayışını istifadə edəcəyik biz bu qanunda. Korporativ informasiya sistemi nədir yoldaşlar? Mülkiyyətçinin müəyyən etdiyi və iştirakçı arasında müqavilə ilə razılaşdırılmış məhdud saylı istifadəçilər olan informasiya sistemidir ki, hansı ki bir sistemdə orada məhdud saylı istifadəçilər fəaliyyət göstərirlər. İmza sahibi barəsində məlumatlar. Sertifikat alarkən imza sahibinin bildirdiyi və sistem işi zamanı onun barəsində toplanılan məlumatlardır. Hansı ki, imza sahibinin bildirdiyi və yaxud da sistemin işi zamanı onun barəsində toplanılan məlumatlardır. Vaxt göstəricisi nədir? Müəyyən vaxt anında məlumat bildirişinin ona təqdim edilməsi barədə akkreditə edilmiş mərkəzin elektron qeydidir. Elektron imza və elektron sənədin istifadə sahələri hansılardır? Qanunvericiliyə nəzərdə tutulan hallar istisna olmaqla, elektron imza və elektron sənəd müvafiq vasitələr tətbiq olunmuş bütün fəaliyyət sahələrində istifadə oluna bilər. Elektron sənəd vasitəsilə rəsmi və yaxud da qeyri-rəsmi yazışmalar, hüquqi məsuliyyət və öhdəlik doğuran sənəd və informasiya mübadilələri aparıla bilər. Elektron imza və elektron sənədin hüquqi qüvvəsindən danışaq. Elektron formada və yaxud da sertifikatsız olduğuna görə sertifikatlaşdırılmamış imza vasitələrinə yaradıldığına görə elektron imza etibarsız sayıla bilməz. Qanunvericiliyə nəzərdə tutulan hallar istisna olmaqla, sertifikatlaşdırılmış imza vasitəsinə yaradılmış və qüvvədə olan təkmil sertifikatlı gücləndirilmiş imza əl imzası ilə bərabər hüquqi qüvvəyə malikdir. Təkmil sertifikatlı imza sahibinin səlahiyyətlərinə dair məlumatlar göstərildikdə, gücləndirilmiş imza, şəxsin kağız daşıyıcı üzərindəki və möhürlə təsdiq edilmiş əl imzasına bərabər tutulur. Qanunvericidə sənədin yazılı şəkildə təqdim olunması tələb olunduqda isə, yadda saxlayırsınız ki,
Müvafiq qaydada imzalanmış elektron sənəd şərtlərə cavab verən hesab olunur. Qanunverici ilə sənədin notariat qaydada təsdiqi və ya dövlət qeydiyyatı tələb olunduğu hallar istisna olmaqla elektron sənəd kağız daşıcı olan sənədə bərabər tutulur və o ilə eyni hüquqi qüvvəyə malikdir. Deməli, elektron sənəd, bir də kağız daşıcı olan sənəd var. Elektron sənəd kağızda olan sənədə bərabər tutulur. Biri elektron formada sənəddir, elektron imza ilə təsdiq olunub, biri kağız üzərindədir, əl imzası ilə təsdiq olunub. Bunlar bərabər hüquqi qüvvəyə malikdir. Lakin istisna halımız var. Sənədin notariat qaydada təsdiqi və ya dövlət qeydiyyatı tələb olunduğu hallar istisna olmaqla. Bu sənədin dövlət qeydiyyatı notariat qaydada təsdiqi də tələb olunduqda, burada göstəriləcək sizdə 1.6-dakı, qanunvericinin sənədin notariat qaydasının təsdiqi və ya dövlət qeydiyyatı tələb olunduqda elektron sənəd və yaxud da ki, 25 birinci maddənin tələblərinə cavab verən sürəti. 25 birinci maddənin tələbləri nədir? Biz birazdan vurğulayacağıq elektron sənədin əsli və sürəti bölməsində. Elektron sənədin sürəti kağız təqdimat forması üzərində hazırlanır və elektron sənədin sürəti qanunvericiyə müvafiq olaraq təsdiq olunmalıdır. Yəni, kağız üzərində olub təsdiq edilmiş şəkli sürəti sayılır ki, bu da qeydiyyata alınmalı və təsdiq edilir. Məlumat bildirişin və elektron sənədin istifadəsi elektron imza və elektron sənəd haqqında qanunundan, həmçinin digər normativ hüquq aktlarından tənzimlənir. Elektron imza və elektron sənəd haqqında qanunvericiliyin tərkib hissəsinə baxın. Nələrdən ibarətdir? Konstitusiyamızdan, tərəfdar çıxdığımız beynəlxalq müqavilələrdən, mülki məcəllədən, elektron imza və elektron sənəd haqqında qanundan, dövlət sirri haqqında qanundan, informasiyalaşdırma və informasiya mühafizəsi haqqında Azərbaycan Respublikasının qanunundan və digər normativ hüquq aktlardan ibarətdir. Əlad azad iqtisadi zonasında elektron imza və elektron sənəd sahəsində münasibətlər isə əlad azad iqtisadi zonası haqqında qanun tələblərinə uyğun olaraq tənzimlənir. Elektron imzanın istifadəsindən danışaq. Elektron imza yaratma məlumatlarından istifadə etməklə imza vasitəsinə yaradılan elektron imza yalnız öz sahibinə məxsusdur. Və imza sahibi bir neçə imza yaratma məlumatlarına malik ola bilər. Onlar sertifikatda göstərilən münasibətlərdən istifadə edilir. Elektron sənəd və elektron imzanın yoxlanması həyata keçirilir. Hansı məqsədlə? Elektron sənəd və elektron imzanın həqiqiliyini təsdiq etmək və imza sahibinin şəxsiyyətini identifikləşdirmək məqsədi ilə. Yoxlamanın qaydasını da Nazirlər Kabineti tərəfindən müəyyənləşdiriləcək. İmza sahibi, yadda saxlayır ki, sertifikatı olmayan elektron imzadan istifadə edərkən mütləq qaydada qarşı tərəfi nə etməlidir? Xəbərdar etməlidir. Baxaq görək, dövlət hakimiyyəti orqanları, yerli öz idarəetmə orqanları hansı imzadan istifadə edəcəklər? Dövlət hakimiyyəti orqanları, yerli öz idarəetmə orqanları informasiya sistemlərində yadda saxlayırıq, həm gücləndirilmiş, həm də sertifikatlaşdırılmış imza vasitələrindən istifadə edirlər. Əgər görsəz cümlədə yazılıb ki, fiziki və hüquqi şəxsin göndərdiyi məlumat bildirişi hansı imza ilə təsdiq olunmalıdır? Onların gücləndirilmiş imzası ilə. Əgər gördüyünüz cümlədə yazılıb ki, tərkibində dövlət sirri təşkil edən məlumatlar olan elektron sənədlərin mübadiləsində nədən istifadə etməlidirlər? Yadda saxlayırsınız ki, yalnız sertifikatlaşdırılmış imza vasitələrindən və elektron sənəd dövriyyəsindən. Bir də təşkil edəcəm, yadınızda qalacaq. Dövlət hakimiyyəti orqanları və yerli özünün idarəetmə orqanları həm gücləndirilmiş imzadan istifadə edir, həm sertifikatlaşdırılmış imzadan. Əgər gördünüz yazılıb ki, fiziki və hüquqi şəxsin göndərdiyi məlumat bildirişi nə ilə təsdiq olunmalıdır? Onun gücləndirilmiş imzasına. Gördünüz, yox, yazılıb ki, tərkibində dövlət sirri təşkil edən məlumatlar olan elektron sənədlərin mübadiləsi üçün nədən istifadə etməlidirlər? Yalnız sertifikatlaşdırılmış imza vasitəsindən və elektron sənəd dövriyyəsindən. Və dövlət hakimiyyəti orqanları, yerli özünün idarəetmə orqanları sahə üzrə akkreditə edilmiş mərkəzin xidmətlərindən də istifadə etməlidirlər. Diqqətli olursunuz, bazı sual var, istifadə edə bilərlər yazılıb, istifadə etməlidirlər. Elektron imzanın korporativ informasiya sistemində istifadəsindən danışaq. Korporativ informasiya sistemi nədir? Bayaq dedik, bir neçə iştirakçının bir sistem əsasında fəaliyyət göstərilməsidir. Təbii ki, o sistemdə məhdud sayda iştirakçılar olur. Korporativ informasiya sistemində elektron imzanın istifadə edilməsi sistemin daxil normativ sənədləri və iştirakçı arasında bağlanmış müqavilə ilə tənzimlənəcək. Və sistemin daxil normativ sənədlərində və iştirakçı arasındakı müqavilədə imzanı istifadə edən şəxslərin hüquq və vəzifələri,
Həmçinin imzanın istifadə qaydalarına riayət edilməməsi nəticəsində iştirakçılara vurulmuş zərərin tənzimlənməsi barədə müddəalar nəzərdə tutulur. Korporativ informasiya sisteminə xidmət edən mərkəzlər sistemin mülkiyyətçisinin qərarı və iştirakçıların razılaşması əsasında fəaliyyət göstərir. Və korporativ informasiya sistemində xidmət edən mərkəzlərin fəaliyyəti, sertifikatlarının tərkibi, sertifikat xidmətlərinin göstərilməsi, sertifikatın reyestr aparılması, sertifikatların saxlanılması qaydaları sistemin daxili normativ sənədləri ilə tənzimlənəcək. Korporativ informasiya sistemində sertifikat xidməti mərkəzi sistemdən kənar informasiya sisteminin istifadəçisinə xidmət göstərərkən, hansı ki, bu sistemdə olan şəxslərə yox, sistemdən kənardakı şəxslərə xidmət göstərdikdə, elektron imza və elektron sənəd haqqında qanun müddəalarına uyğun olmalıdır və buna uyğun fəaliyyət göstərməlidir. Əgər sistemin içərisindəki şəxslərlə hansı bir sənəd mübadiləsi həyata keçirsə, bu zaman sistemin daxili normativ sənədləri və iştirakçıların razılaşması əsas götürülür. Əgər sistemdən kənar bir şəxslə həyata keçirilirsə, bu zaman qanun tələbləri əsas götürülməlidir. Sertifikat xidmətləri və sertifikatlaşdırma xidmətlərindən danışır. Elektron imzadan istifadə zamanı imza sahibi, sertifikat xidmətləri mərkəzi və akkreditə edilmiş mərkəz və müvafiq icra hakimiyyəti orqanında yaranmış hüquqi münasibətlər Azərbaycan Respublikasının qanunvericiliyi, elektron imza və elektron sənəd haqqında qanun və tərəflər arasındakı bağlanmış müqaviləyə uyğun olaraq tənzimlənəcək. Sertifikat xidmətləri mərkəzin qeydiyyata alınması və akkreditə edilməsindən danışaq. Mərkəz, deməli, Azərbaycan Respublikasında fəaliyyətə başlamazdan 30 gün əvvəl müvafiq icra hakimiyyəti orqanına məlumat verməlidir və qeydiyyatdan keçməlidir. Məlumatda mərkəz kimi fəaliyyət göstərməyə iddiaçı şəxsin ünvanı, hüquqi statusu, maliyyə, texniki kadr imkanları, fəaliyyətin xüsusiyyətləri göstərməlidir. Hüquqi şəxs bu məlumatların dövlət qeydiyyatı şəhadətnaməsi və nizamnaməsinin sürətini, fiziki şəxs isə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti barədə sənədlər əlavə etməlidir. Təqdim edilən sənədlərin siyahısı da qeydiyyat qaydalarına müəyyən ediləcək. Mərkəzin qeydiyyat alınması üçün zəruri olan sənədlər və məlumatlar əgər elektron hökumət informasiya sistemi vasitəsilə əldə edilməsi mümkün olarsa, bu zaman həmin sənəd və məlumatlar iddiaçı şəxsdən tələb etmir. Belə sənədlər və məlumatların elektron hökumət informasiya sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı halda isə, onların təqdim edilməsini iddiaçı şəxsin razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından tələb olunur və iddiaçı şəxs tərəfindən təmin ediləcək. Müvafiq icra hakimiyyəti orqanı 30 gün müddətində mərkəzin təqdim etdiyi sənədləri yoxlayaraq qeydiyyatı barədə qərar qəbul edir. Təkmil sertifikat xidmət göstərmək üçün mərkəz müvafiq icra hakimiyyəti orqanını akkreditədən keçir və ona təkmil sertifikat verilir. Akkreditə edilmiş mərkəzlərin sayını isə məhdudiyyət qoyulur. Mərkəzin fəaliyyəti yalnız müvafiq icra hakimiyyəti orqanı tərəfindən sertifikat xidmətləri mərkəzləri reyestrinin qeydiyyat məlumatlarının daxil edilməsindən sonra başlayır. Nə vaxtdan başlayır? Hansı ki, reyestrə məlumatlar daxil edildikdən sonra. Müvafiq icra hakimiyyəti orqanı bəs hansı hallarda mərkəzi qeydiyyata almaqdan imtina edə bilər? Çox rahatlıqlar, diqqətlə baxsın. İddiaçı şəxsin qanun tələblərinə uyğun olmadıqda, təqdim edilmiş məlumat və sənədlər qanun tələblərinə uyğun olmadıqda, iddiaçı şəxs yanlış məlumatlar təqdim etdikdə, informasiya sisteminin təhlükəsiz audit nəticələrinə əsasən iddiaçı şəxsin mərkəz kimi fəaliyyət göstərilməsi mümkün saymadıqda, iddiaçı şəxsin sertifikatlaşdırma və vaxt göstəricilərin qeydiyyatı barədə nəzərdə tutduğu fəaliyyət, qanun və digər normativ hüquq haqlarının tələblərinə uyğun olmadıqda, iddiaçı şəxsin vergi borcu olduqda və qanunvericilikdə nəzərdə tutulmuş digər hallardır. Bu hallarda nə olacaq? Mərkəz qeydiyyatı almaqdan imtina verəcək. Sonra danışaq nədən yoldaşlar? Sertifikat xidmətlərindən. Mərkəzlər imzanın istifadəsi ilə bağlı hansı xidmətlər göstərə bilərlər? Mərkəz kimi qeydiyyatdan keçdik. Deyək ki, bu tələblərin hamısına cavab verdik və qeydiyyatdan keçdik. Biz hansı işlər görə bilərik? Hansı xidmətlər göstərə bilərik? Sertifikatın verilməsidir. Sertifikatın qüvvəsinin dayandırılması, bərpası və ləğv edilməsidir. Sorğuları əsasən
Sertifikatlar barədə elektron imza və elektron sənəd haqqında qanun və qanun müəyyən olunmuş məlumatların verilməsidir. Vaxt göstəricilərin qeyd olunmasıdır. Elektron imzanın yaradılmasıdır. İmzanın istifadəsi üzrə məsləhətlərin verilməsidir. Bunlar olur nə? Mərkəzin imzanın istifadəsi ilə bağlı, belə deyək ki, hüquqları, göstərdikləri xidmət. Sertifikatın verilməsindən danışaq. Sertifikata müraciət etmiş şəxslə mərkəz arasında bağlanmış müqavilə və şəxsiyyət vəsiqələrinin fərdləşdirilməsi zamanı müvafiq icra hakimiyyəti orqanının sertifikat sorğusu əsasında verilir. Sertifikat almaq istəyən fiziki şəxs mərkəzə onun şəxsiyyətini təsdiq edən sənədi və qaydaları müəyyən edilmiş digər sənədlər təqdim etməlidir. Hansı ki, bayaq dedik sənədlər. Təkmil sertifikat almaq üçün akkreditə edilmiş mərkəzə müraciət etmək lazımdır. Şəxsiyyət vəsiqələrinin fərdləşdirilməsi zamanı sertifikatın verilməsi müvafiq icra hakimiyyəti orqanının təsdiq etdiyi şəxsiyyət vəsiqəsi haqqında qanunun tələblərinin tətbiqi barədə əsasnamə ilə müəyyən edilmiş xüsusiyyətlər nəzərə alınmaqla həyata keçiriləcək və sertifikat verildikdən sonra mərkəz qanuna müvafiq olaraq sertifikatın qüvvəsini dayandıra bilər, bərpa eləyə bilər və yaxud da ki, ləğv eləyə bilər. Sertifikat qüvvəyə minənədək mərkəz onun barəsində məlumatları reyestrə daxil edir və reyestrdə sertifikatın vəziyyətindəki sonraki dəyişikliklər qeydiyyatını aparır. Sertifikatın verilməsi və reyestrə aparılma qaydaları ona daxil edilən məlumatların tərkibi müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilir ki, bu da hesab olunur Nazirlər Kabineti. Sertifikatın tərkibindən danışaq. Bu sertifikat almaq üçün müraciət elədik mərkəzə. Biz bayaqdan nədən danışdıq? Mərkəzin yaradılmasından, mərkəzin verdiyi hüquqlardan. İndi danışaq nədən? Bu sertifikata hansı məlumatlar daxil edilir? Sertifikat verən mərkəzin adı və ünvanı, ölkə ola bilər ünvanı. Sertifikatın seriyalıdır. İmza sahibinin adı, ata adı, soyadı və istifadəçi üçün göstərdiyi təxəllüs. Sertifikatın qüvvədə olma müddəti, nə qədər qüvvədə olacaqsa həmin müddət. İmza sahibinin imza yoxlama məlumatı. İmza yoxlama məlumatının istifadə ediləcəyi imza vasitələrinin adı. Bunlar hamısı öz əksini tapmalıdır. Harada? Sertifikatda. Sertifikat kağız daşıyıcıda verildikdə mərkəzin rəsmi blankında tərtib olunur. Səlahiyyətli şəxsin əl imzası və möhürlə təsdiq olunur. Təbii ki, kağız üzərindədirsə biz bunu elektron imzanı təsdiq edə bilmirik. Əl imza və möhürlə təsdiq etməliyik. Sertifikat elektron formada verildikdirsə, mərkəz nə edir? Gücləndirilmiş imzasını təsdiq edir. İki formada verilə bilər, belə yaxud da saxlayacaqsınız. Kağız üzərində və yaxud da elektron formada. Əgər kağız üzərində verilibsə, rəsmi blankda tərtib ediləcək və səlahiyyətli şəxsin əl imzası və möhürlə təsdiq olunacaq. Əgər elektron formada verilibsə, mərkəzin gücləndirilmiş imzasının təsdiq olunacaq. Təqdim olunmuş məlumatlar imza sahibini dəqiq identikləşdirməyə imkan verdikdə, şəxs göstərici kimi təxəllüsdən istifadə edə bilər. Bu halda da imza sahibinin təxəllüsündən istifadə etməsi sertifikatda aşkar qeyd olunacaq. Fiziki şəxs verilən təkmil sertifikatda əlavə olaraq nələr göstərilməlidir? Sertifikatı verən akkreditə edilmiş mərkəzin adı və ünvanı, təkmil sertifikatın olması barədə qeyd, sertifikatın istifadə sahələri və məhdudiyyətləri, sertifikat şəxsiyyət vəsiqələrinin fərqləşdirilməsi zamanı müvafiq icra hakimiyyəti orqanı sorğusu əsasında verildikdə həmin orqanın adı. Fiziki şəxslərə verilən təkmil sertifikat, onu verən akkreditə edilmiş mərkəzin gücləndirilmiş imzası ilə təsdiq ediləcək. Akkreditə edilmiş mərkəzə verilən təkmil sertifikatda nələr göstərilməlidir? Sertifikatı verən orqanın adı, təkmil sertifikatlı olmalı barədə qeyd, sertifikatlı istifadə sahələri və məhdudiyyətləri, bunlar hamısı harada göstəriləcək? Akkreditə edilmiş mərkəzə verilən təkmil sertifikatda. Və akkreditə edilmiş mərkəzə verilən təkmil sertifikat onu verən orqanın gücləndirilmiş imzası ilə təsdiq edilməlidir. Sertifikata daxil edilən digər məlumatlar mərkəzlə imza sahibi arasında bağlanmış müqavilədə göstəriləcək. Sertifikat hansı hallarda etibarsız sayılır? Gəlin bunu nəzərdən keçirdək. Qanunvericiliyə müvafiq qaydada, müvafiq tələblərə cavab vermədikdə, qüvvədə olma müddəti bitdikdə, sertifikat verilmiş mərkəzin gücləndirilmiş imzası həqiqi olmadıqda və sertifikatın qüvvəsi dayandırılmış və ləğv edilmiş elan olunduqda, bir də qeyd olunmuş münasibətlərdə, hansı ki, sertifikatda qeyd olunan münasibətlərdə istifadə etməliyikdir. Bu hallarda sertifikat nə olacaq? Etibarsız sayılacaq.
Sertifikatın qüvvəsinin dayandırılmasından bir də bərpasından danışaq ki, etibarsız olmağını bildik. Hansı hallarda sertifikatın qüvvəsi dayandırılır? Deməli, yoldaşlar, imza sahibi müraciət etdikdə qanunverici və müqavilə əsasən səlahiyyətli şəxsin müraciəti əsasında sertifikatın verilməsi üçün əsas olan məlumatlar düzgünlüyü və imza sahibinin imza yaratma məlumatlarının təhlükəsizliyinə mərkəzin əsaslı şübhələri olduqda bu hallarda sertifikat deyək ki, dayandırılacaq və sertifikatın qüvvəsinin dayandırılması barədə mərkəz dərhal imza sahibinə eləcə də müraciət etmiş səlahiyyətli şəxsə məlumat verir və sertifikatın reyestrində müvafiq qeyd aparılır. Sertifikatın qüvvəsi hansı haldır ki, bu bir dənə haldır ki, bu sertifikatın verilməsi üçün əsas olan məlumatlar düzgünlüyü və imza sahibi imza yaratma məlumatlarının təhlükəsizliyi mərkəzi əsaslı şübhələr olarsa, bu halda 13.1.3 göstərilib 48 saatdan artıq dayandırıla bilməz. Sertifikat hansı hallarda bərpa edilir? Hüquqi qüvvəsinin. Sertifikatın qüvvəsinin dayandırılmasını tələb etmiş imza sahibinin müraciəti və ya müraciət etmiş səlahiyyətli şəxsin icazəsi olduqda, razı olduqda. Sonra mərkəz tərəfindən görülmüş tədbirlər nəticəsində əsaslı şübhələr aradan qaldırıldıqda. Sertifikatın qüvvəsinin dayandırıldığı müddət başa çatdıqda, sertifikatın, belə deyək ki, bu hallarda sertifikatın qüvvəsi bərpa olunur və sertifikatın qüvvəsinin dayandırılmasıdır, bərpa edilməsidir. Bu müraciətlər yazılı şəkildə edilməlidir və müvafiq sənədlərin əsaslandırılmalıdır. Sertifikatın qüvvəsinin dayandırılması, bərpa edilməsi, yaranan bu hansı ki mübahisələrdir, bunlar qanunvericiyə müvafiq olaraq təsdiq ediləcək. Onlarla tənzimlənəcək. Deməli, biz nələrdən danışdıq? Sertifikatın qüvvəsinin dayandırılmasıdır, bərpa edilməsidir. Bu halların hamısını müzakirə elədik. İndi davam edirik. Nədən yoldaşlar? Sertifikatın ləğv edilməsindən. Hansı hallarda sertifikat ləğv edilir? İmza sahibinin müraciəti əsasında. Sertifikatın qüvvədə olma müddəti başa çatdıqda. Qanunvericiyə əsasən səlahiyyətli şəxsin qərarı və müraciət əsasında. İmza sahibi vəfat etdikdə və qanunvericiyə müəyyən edilmiş qaydada fəaliyyət qabiliyyətini itirmiş hesab edildikdə. Sertifikatın verilməsi üçün mərkəzə təqdim olunan sənəd və məlumatlar saxta, səhv və yaxud qüvvədən düşmüş hesab olunduqda, imza sahibinin imza yaratma məlumatlar üzərində nəzarət itirməsi mərkəzə bəlli olduqda, qeyd olunmuş münasibətlərdə istifadə edilmədikdə, eləcə də imzanın istifadə olunması tənzimləyən hüquqi aktların və ya mərkəzlə bağlanmış müqavilənin tələbləri imza sahibi tərəfindən pozulduqda, İstifadə edilən imza vasitələrinin sertifikatı hüquqi qüvvəsini itirdikdə, bir də qanunvericidə nəzərdə tutulmuş digər hallardır. Bu hallarda nə olacaq? Sertifikat ləğv ediləcək. Və sertifikatın qüvvəsinin ləğv edilməsi barədə mərkəz imza sahibinə müraciət etmiş səlahiyyətli şəxsə orqana məlumat verir və sertifikat reyestrində düzəlişlər barədə qeyd aparır. Sertifikatın ləğv edilməsinə əlaqədar yaranan mübahisələr hansı qaydada həll olunur? Məhkəmə qaydasından. Deməli, yoldaşlar, davam edirik nədən? Sertifikat xidmətləri üçün sənədlərin saxlanmasına. Sertifikatda göstərilmiş istifadə sahələri qanunvericidə müəyyən edilmiş müddət ərzində qüvvədə olan və qüvvəsi dayandırılmış və ya ləğv edilmiş sertifikatlar, həmçinin ona aid olan digər sənəd və məlumatlar mərkəzdə saxlanılacaq. Mərkəz sertifikatın saxlanıldığı dövrdə informasiya sistemi istifadəçilərinin sertifikatı sərbəst, fasiləsiz müraciətini təmin edir. Onunla bağlı bütün sorğuları cavab verir. Mərkəz, belə deyək ki, hansı sənədlərin saxlanmasını təmin edəcək? Diqqətlə qulaq asın bunu. Sertifikat xidmətlərinin təhlükəsizliyinin təmin edilməsinə aid sənədlər, imza sahiblərlə bağlanılan müqavilələr, mərkəzin sertifikat əsasına verilən sənədlərin sürətləri, imza sahibinin təlimatlandırılmasını təsdiq edən sənədlər, sertifikatın hüquqi qüvvəsinin dayandırılması, bərpa edilməsi, ləğv olunması haqqında sənədləri. Və mərkəzdə saxlama müddəti bitdikdən sonra sertifikat reyestrdən çıxarılır və arxivə verilir. Arxivdə saxlama müddəti və bu dövrdə sertifikatların sürətlərini və onların barəsində digər məlumatların verilməsi qaydası da Azərbaycan Respublikasının qanunverici ilə tənzimlənəcək. Bu birinci hissəmiz. İkinci hissədə biz artıq
Xarici ölkədə verilmiş sertifikatların tanınması, həmçinin elektron sənədin göndərilməsi və alınması, mühafizəsi, sənədə dair saxlanmasına dair şərtlər, sənədə dair tələblər və digər məsələlərlə tanış olacaq.